Allahdan qorxmaq, qorxaq olmaq demək deyil. Əvvəl baxmalısan ki, qorxaq sözü nəyə deyərlər? Qorxaq o adama deyərlər ki, hər şeydən qorxur. Elə deyir. Hər şeydən qorxur. Amma əslində Allahdan qorxmaq vicdanlı olmaq deməkdir. Bu sözü deyən adam əvvəl bilməlidir ki, qorxaq nəyə deyərlər? Əsl qorxu nəyə deyərlər? Və vicdan nədir? Vicdan ərəb sözüdür. Vəcədə sözündəndir, tapmaq. Vicdan, yəni axtarıb həqiqəti tapan. Vicdan, yəni insanın içində ikinci peyğəmbər. İkinci Quran. Vicdan budur. İnsan vicdanlı olar o vaxt ki, o Allahdan qorxar. Allahın neyindən, yəni cəhənnəmdən qorxar. Cəhənnəm yəni nə? Qır qazanında çırtapırtla yanmaqdan gedir söhbət. Yox, Allahdan qorxan, cəhənnəmdən qorxan, yəni Allahın lütfini, rəhmətini, məhəbbətini itirməkdən qorxmaq deməkdir. Cəhənnəm budur. İnsan ki, yanır cəhənnəmdə ya. Yəni, Allah nəzərin kəsdi. Allah sən tərəfə baxmır. Bundan qorxmaqdır məsələ.